Amin. Pandapan və alma ağacı. Səsləndirir Aysel Şəfiyeva. Çünki sevsəm, anlasam, o zaman bağışlaya bilərəm. Sevmək, bağışlamaq, unutmaq ən böyük azadlıqdır. Sevmək bəzən vaz keçməkdir. Pandapan hamıdan küsmüş və üzü meşəyə sarı çıxıb getmişdi. Yolda öz-özünə deyirdi: "Mənə niyə deməmisiz? Mən də sizinlə gedərdim. Gedəndə nə olur ki? Mən sizi o qədər yerə çağırmışam ki. Çağırsaydınız nə olardı? Yerinizi dar eləməyəcəkdim ki. Günəşinizi əlinizdən almayacaqdım ki." Ürəyinə xal düşmüş Pandapan yolda alma ağacı ilə rastlaşır. Uzun-uzun onunla söhbət edir. Almalarından yeyir, budağına çıxır, yıxılır, təzədən çıxır. Beləcə ürəyi saflaşır. Üzü gülməyə başlayır. Alma ağacı bu vaxt Pana mühüm həyat dərsləri verir. Onun üçün yeni üfüqlər açır. Pandapan və alma ağacı bağışlamağın, barışmağın kitabıdır. Amin bu dəfə içimizdə yığılıb qalmış qərəzi, bağışlamamaq inadını qəlbimizdən silib süpürməyin yollarını göstərir. Sınmış qəlbin dost sevgisi ilə yenidən necə canlanacağını nümayiş etdirir. Bu gecə, bu gecə bu qəmli oğlanın, qara oğlanın könlünü sındırmaq, qəlbini qırmaq, bir bülbül yuvası uçurtmaq kimi. Vaqif Bayatlı Odər. Alma meşəsi necə yarandı? Bəzən hər kəsdən, hər şeydən küsüb inciyirik. Bu hamımızın başına gəlir. Bir dəfə də Pandapanın başına gəlmişdi. O da hamıdan küsmüşdü, incimişdi. Öz-özünə tez-tez gileylənirdi. Mənə niyə deməmisiz? Mənə, Pana, mən də sizlə gedərdim. Gedəndə nə olur ki? Mən sizlə o qədər yerə getmişəm ki. Mən sizi o qədər yerə çağırmışam ki. Çağırsaydınız güya nə olardı? Yerinizi dar eləməyəcəkdim ki. Günəşinizi əlinizdən almayacaqdım ki. Günəşə baxmağa Panı çağırmamışdılar deyə həm qanı qara idi, həm də küskün. O da acığından meşəyə sarı üz tutdu. Sıx meşənin qaranlığında gözdən itdi. Daha doğrusu qaranlıq onu öz ağuşuna aldı. Pan əsəbləşəndə, qəlbi qırılanda meşədə tək-tənha gəzməyə gedir. Qəribədir, kədərli anında hansısa bir işi sevirsən. Pan bir dəfə meşədə tək-tənha dolaşmışdı. Ancaq bu çoxdan olmuşdu. İydə ağacı çiçəkləyən vaxt kimsə gəlib iydən budaqlarını sındırmışdı. Pan da buna əsəbləşmişdi, sonra küsmüşdü. Burada söhbət məndən getmir. Burada söhbət ağacdan gedir. Burada söhbət ağacdan getmir. Burada söhbət məndən gedir. Gah elə deyib susurdu, gah da belə deyib. Pan pis olmuşdu. Çünki bunu dostlarından heç gözləmirdi. Həm də iydə onun üçün əziz idi. Bir xatirəsi var idi. Yolda öz-özünə deyirdi: "Məni heç kim istəmir. Məni heç kim sevmir. Məni heç kim görmür. Məni heç kim eşitmir. Əgər məni heç kim görmürsə, heç kəs axtarmırsa, həyatın, yaşamağın nə mənası var, nə marağı var? Heç kəs məni dinləmir. Heç kəs mənlə söhbət etmir. Heç kim mənlə dost olmur. Söhbət etsələr də ötəri, ancaq salam, necəsən, keyfin necədir, sağ ol, çox sağ ol. Heç kim ürəyimdən keçənləri soruşmur. Heç kəs mənə ürəyini açmır. Heç kim sirrini, gizlini mənimlə paylaşmır. Ancaq mən elə deyiləm. Bilsən necə pisdir kiminsə sirdaşı olmamaq, kiminsə dostu olmamaq. Sevgisizlik, soyuqluq, laqeydlik, yadlıq, etinasızlıq, yorğunluq, əzginlik. Bu düşüncələr ürəyini sıxmağa başladı. Pandapan heç yerə tələsmirdi. Ona görə ləngər vura-vura yeriyirdi. Yerişinin səliqəsi pozulmuşdu. Bəziləri hirslənəndə yavaş-yavaş, bəziləri yerə vura-vura, bəziləri də tez-tez yeriyir. Pandanın içində acıq yox idi əslində. Heç nə yox idi. Böyük bir boşluqdan savayı. Mən tənha bir pandayam. Meşədə hava azca sərin idi. Ara bir meh əsirdi. Pandanın mehdən xoşu gəlirdi. Çünki meh özü ilə gözəl qoxu gətirirdi. Panda bu qoxuları tanıyırdı. Hansı ağacın, hansı çiçəyin, kimsənin ətri, qoxusu olduğunu bilirdi. Hamı bilirdi ki,
Panda qoxuya qarşı çox həssasdır. Bir dəfə meşədəkilərə dünən burnuma pis iy dəyib, hələ də getmir deyə zarafat etmişdi. Elə bir iy bütün içimə dolub. Qorxuram ki, iy burnumdan heç getməsin. Bir neçə gün bundan qabaq möhkəm külək əsmişdi. Meşənin qoca ağaclarından biri aşmışdı. Meşədə bir ağac aşanda quşların xatirəsini qurdların xatirəsi əvəzləyir. Sarı tülkü, hamının dəcəl dostu həmin qoca çinarın üstündə oturmuşdu. O, gözünü uzağa zilləmişdi. Gözü yol çəkirdi. Bu vaxt panda oradan keçirdi. Başı öz dərdinə qarışmışdı deyə tülkünü görmədi. Tülkü gözləyirdi ki, panda ona salam verəcək. Ancaq umduğu baş tutmadı. Kəş məni də sevən olaydı, kəş mənə də dəyər verən olaydı, kəş məni ürəyini açan biri olaydı, kəş məni də çağıran olaydı, dur gəl deyən olaydı. Mənə vaxt ayıran, mənimlə oynamaq istəyən biri. Mənimlə, çoxluca mənimlə. Tülkü heç nə demədi. Yəqin nəsə dərdi var, ona görə belə fikirlidir. Qoy biraz tək gəzsin. Sonra gedib hal-əhval tutaram. Danışdırar, keyfini açaram. Axşam da qonaq çağıraram. Onda keyfi düzələr. Çoxdandır panda ilə axşamlaşmırdı. Onun üçün darıxmışdı. Beləcə tülkü onu baxışları ilə ötürdü. Panda gəzə-gəzə gəlib uçurumun yanına çatdı. Bir xeyli uçurumun kənarı ilə getdi. Uçurumdan aşağı baxdı. Uçurumun dibində balaca pırpız ağaclar var idi. Azı qurumuşdu, çoxu da yamyaşıl idi. Quru ağaclarda tərk edilmiş quş yuvaları var idi. Yaşıl ağaclar tərpəşirdi. Görəsən orada nə var? Panda əyilib yaşıl ağaclara baxanda ayağının altından bir ovuc torpaq uçub töküldü. Pan qorxdu. Az qalmışdı yıxılsın. Ehtiyatı əldən vermək istəmirdi. Ona görə də uçurumdan aralandı. Əgər qanadlarım olsaydı, uçurumdan qorxmazdım. Uçardım səmada azad quşlar kimi. Panda beləcə xeyli getdi. Dərəni aşıb düzənliyə çıxdı. Uzaqdan bir ağac bozarışırdı. Gəzməkdən özü də, ayaqları da yorulmuşdu. Yavaş-yavaş ağaca sarı getdi. Uzaqdan görünən ağac alma ağacı imiş. Pan almalara baxdı. Ağac dimdik dayanmışdı. Bar gətirmişdi. Ancaq hələ başını aşağı salmamışdı. Ətrafında heç kəs, heç nə yox idi. Alma ağacı bir neçə gün əvvəl əsən möhkəm küləkdə aşmamışdı. Amma almaların xeylisini salıb tökmüşdü. Bu da mənim kimi tənhadır. Yanında heç kəs yoxdur. Panda düşündü. Salam tənha alma ağacı. Sən də mənim kimi təksən. Pan alma ağacının danışa bilməyəcəyini fikirləşib bu sözü belə rahat demişdi. Ancaq alma ağacı onu eşitdi, hətta cavab verdi. Salam panda, nə var nə yox, necəsən? Panda duruxdu. Sağ ol, yaxşıyam, dedi. Sən mənim yanımdan əvvəllər də keçmisən. Onda heç salam verməmişdin. Alma ağacının danışmağı onu təəccübləndirdi. Ancaq pandanın əhvalı o qədər pis idi ki, təəccübü tezliklə ötüb keçdi. Onun baxışı, duruşu belə kədərli idi. Səni də sevmirlər? Pan sakitcə soruşdu. Alma ağacı tezcə etiraz etdi. Yox, niyə ki? Ətrafımda görməni nə qədər sevən var. Panda ətrafına baxdı. Ancaq alma ağacının ətrafında heç nə görmədi. Axı burada heç kim yoxdur. Hə, dedi. Mən alma ağacıyam. Almalarımı görürsən? Yeyirsən alma? Al birini ye. Yox, istəmirəm. Pan köks ötürdü. Başını yellədi. Alma ağacı pandaya baxıb, çıx budağıma, dedi. Əgər almalardan birini yesən, məni sevənləri sənə göstərəcəm. Razısan? Panda əvvəlcə inanmaq istəmədi. Çiyinlərini çəkib, nə bilim, dedi. Gəl çıx, buyur. Panda tərpənmədi. Xahiş edirəm. Alma ağacı sakitcə dedi. Panda ağacın xahişini yerə salmadı. İstəmədi ki, özü kimi başqası da küskün olsun. Yavaş-yavaş alma ağacına yaxınlaşdı. Başını qaldırıb almalara baxdı. Ən yaxşısını bəlləyib ona tərəf dırmaşdı. Birdən alma ağacının budağı qırıldı. Panda yıxıldı. Alma ağacı güldü. Panda ona qoşuldu. Amma çox gülmədi. Təzədən bir də çıx, alma ağacı dedi. Panda qalxmağa həvəsli değildi. Alma ağacı hiss etdi ki, panda kənardan bir dur, qalx kəlməsi gözləyir. Dur, alma ağacı dedi. Panda əl kənalıq elədi. Alma ağacı bir də dur, dedi. Deyəsən, sən yıxılanda istəyirsən ki, biri yanında olsun və sənə qalx desin. Tutalım yanında heç kəs yoxdur. Bəs sən özün öz yanında deyilsən? Alma ağacının nəvazişi pandaya təsir elədi. Bu dəfə yıxılmamaq üçün daha ehtiyatlı davrandı. Ağac dedi, nazik budaqlara ayağını qoysan əlbəttə qırılacaq.
Alma ağacının budaqları almalarla dolu idi. Ancaq ən başında alma yox idi. Heç kəs başına çıxmasın deyə. Panda bu dəfə özünə üstündə çoxlu alma olan, qalın, gövdəyə yaxın bir budaq seçdi. Bir neçə alma dərib yeməyə başladı. Sən bir işə bax, meyvəmi istəyirdin, budağımı qırdın. Alma ağacı gülümsəyərək ərkana dedi. Bilmədən oldu. Panda utanaraq dedi. Budağımı qırdın, amma alma dərərkən. Bəzən belə olur. Sən birinə alma vermək istəyirsən, o isə sənin budağını qırır. Ancaq bilirəm ki, çoxunun məqsədi sadəcə alma dərməkdir. Düzdür, qıranlar da var. Ağacın meyvəsini onu incitmədən dərmək lazımdır. Bir də dərdikdən sonra təşəkkür etmək lazımdır. Panda heç nə demirdi. Sakitcə alma ağacına qulaq asırdı. Küskünləşəndə susqunlaşırsan. Almalardan yedikcə panın küskünlüyü azalırdı. Həm də ürəyində ağacın onu sevənləri nəhayət nə vaxt göstərəcəyini gözləyirdi. Pan dərdiyi almaların hamısını yeyib qurtaranda indi göstər dedi. Alma necə idi? Dadı xoşuna gəldi, ağac soruşdu. Hə, Panda cavab verdi. Dadlı idi. Onda yenə də ye. Meyvəm çoxdur mənim. Bəsdir, doydum daha. Açsam yeyərəm. Panda sakitcə dedi. Əgər yediyin almalar dadlıdırsa, məni sevdiklərinə görə belədir. Bir dön bax ətrafa. Panda baxdı. Lakin yenə heç kəsi görə bilmədi. Ayağının altına bax. Panda baxdı. Heç kəsi görə bilmədi. Bir başını qaldırıb göyə bax, ağac dedi. Panda baxdı. Yenə heç kəsi görə bilmədi. Bir sağına, bir soluna bax. Panda yenə baxdı. Amma heç kimi görmədi. Mən heç kəsi görmürəm dedi. Torpaq. O mənim köklərimi bəsləyir. Görürsən, bulud, o mənə su gətirir. Görürsən, külək. O məni buduyur, böyüdür. Günəş, o mənə nəfəs verir. Böcəklər, arılar, kəpənəklər, onlar məni yaşadır. Görürsən, hə? Əgər onlar məni sevməsələr, sevgilərini əsirgəsələr, mənim çiçəklərim necə açar? Meyvələrim necə yetişər? Mən də onları sevirəm. Torpağın istiliyini, buluddan süzülən yağışı, küləyin əsməsini. Panda dedi. Alma ağacı Pandaya baxdı. Onun gözlərindəki küskünlük hələ də tam getməmişdi. Bəlkə biraz, lap azca azalmışdı. Alma ağacı onu danışdırmaq istəyirdi. Axı kədərli olanda kimlənsə danışmaq, ona nələrisə etiraf etmək istəyirsən. Ağac bunu bilirdi. Təsəlli üçün Pandaya dedi. Mən səndən bir tülkü kimi, bir canavar kimi qaç tutdu oynaya bilmərəm. Mən sənin dalınca düşə bilmərəm. Ardınca hara desən gələ bilmərəm. Mən sənə qonaq gələ bilmərəm. Səndən harasa gedə bilmərəm. Mən sənə gələ bilmərəm. Ancaq sən mənə gələ bilərsən. Mən ancaq səni gözləyə bilərəm. Sən ancaq gözlənilə bilərsən. Səninlə ancaq bir ağac kimi dostlaşa bilərəm. Bir ağac kimi oynaya bilərəm. İkimiz istədiyin qədər söhbətləşə bilərik. Sən mənim meyvələrimdən nə qədər istəsən yeyə bilərsən. Mənim qanadımı, budağımı, sən mənim üstümə qonan quşlarla söhbət edə bilərsən. Onların nəğmələrinə, cəhcəhlərinə qulaq asa bilərsən. İstəsən yuvalarının keşiyini çəkə bilərsən. Budaqlarımda yellənə bilərsən. Yellənə mahnı oxuya bilərsən. Xəyallara dala bilərsən. Şirin yuxular görə bilərsən. Şirin yuxuların çin çıxar. Mən səni oyatmamaq üçün qollarımı tərpətmərəm. Səni qanadlarım arasına alaram. Bağrıma basaram. Səni soyuqdan, istidən qoruyaram. Səni qurddan, quşdan qoruyaram. Azdan çoxdan qoruyaram. Səni dərddən, sərdən qoruyaram. Səni bacardığım qədər, gücüm çatdığı qədər qoruyaram. Mən sənin alma ağacın olaram. Sən mənim pandam olarsan. Mən sənin dostun olaram. Sən mənim sirdaşım. Baxma ki, mən böyüyəm, sən balacasan. Mən ağacam, sən ayıcığaz. Panda, mən ağac olsam belə, həmişə səni dinləməyə hazıram. Bütün sevgimi sənə verə bilərəm. Panda alma ağacını dinlədikdən sonra sustu. Mən sənə inanmaq istəyirəm. Pandanın içində xoş bir ümid yarandı. Kövrəldi. Biraz qəhərləndi. Mən ağlamaq istəyirəm, amma Panda dedi. Bəs nə üçün ağlamırsan? Bilmirəm. Alma ağacı dedi. Kiminsə sənin yanında ağladığını görsən, onun zəif olduğunu düşünərsən, hə? Hə ya yox? Bilmirəm. Panda dedi. Panda ağlamsındı. Burnunu sildi. Sonra sakitləşdi. Üzr istəyirəm. Ağlamağa görə üzr istəməzlər. Alma ağacı dedi. Mən ağlamadım.
Mən uşaq olanda çox ağlamışam. Bəs sən? Gecə lap düşdü. Əndazəsindən çıxdı. Pandanın ağacdan düşüb getməyə həvəsi yox idi. Getmək də istəmirdi. Həm də hara gedəcəyini də bilmirdi. Qayıtmaq barəsində hələ düşünmürdü. Alma ağacı bunu hiss edirdi. O da pandanın çıxıb getməyini istəmirdi. Yerin rahatdır? Hə. Yatmaq istəyirsən, biraz uzan yat. Yox, yuxum gəlmir. Arada əsən külək yarpaqları xışıldadırdı. Üşümürsən? Yox, yaxşıyam, mən üşüyən deyiləm. Darıxmırsan? İndi yox. Əgər nə vaxtsa darıxsan, dur gəl yanıma. Bilirsən, hamımızın başına hadisələr gəlir. Çaşbaş qalırıq, bəzən bilmirik nə edək, nə cavab verək. Addım ataq yoxsa gözləyək? Əsas odur sözümüzü tutaq. Sözü tutmaq çətindir. Sözü verdiyin şeyə, yerə aid olursan. Mən əvvəl bir toxum idim. Ancaq harda? Bura necə gəlib düşmüşəm? Başqa almalar hardadır? Mənim ailəm hardadır? Mən də onlar üçün darıxıram. Buradan köklərimdən ayrılıb gedib onları axtara da bilmirəm. Mən də darıxıram. Mənim də sevgiyə, sevilməyə, qayğıya ehtiyacım var. Amma həyatımı ehtiyaclarımla əhatələmirəm. Başıma gəlib və bitib. Taleyin necə keçəcəyi sirr olaraq qalır. Keçmişi dəyişdirə bilməzsən. Ancaq gələcəyi dəyişdirmək sənin əlindədir. Həyatın səndən əsirgədiklərini sən həyatdan əsirgəməməlisən. Əsirgəməzlik. Bu, məni meyvə verməkdən saxlamır. Vermək mənim üçün məni dünyaya gətirənlərə qaytardığım borcdur. Bu borc könüllü borcdur. Bəzən külək əsmir, yağış yağmır, bölböcək yoxdur. Əgər mən onlara sənin kimi davransaydım, çoxdan quruyub getmişdim. Panda xumar-xumar almaya qulaq asırdı. Əzizim panda, məni atam kimi, anam kimi, bacım, qardaşım kimi qucaqla. Bir əzizin kimi, bir dostun kimi, sevdiyin biri kimi qucaqla. İllərdə axtardığın biri kimi qucaqla. Panda gözünü yumdu. Alma ağacını qucaqladı. Ürəkdən, lap bərkdən. Əllərim çatmır, gövdən çox böyükdür axı. Alma ağacı da panı budaqları arasına aldı. Bir ağacın da qucaqlanmağa ehtiyacı var. Atasız, anasız bir ağacın, toxumunun hardan gəldiyini bilməyən bir ağacın, köklərini, yurdunu bilməyən bir ağacın. Gecələri tənha qalan bir ağacın, alma ağacının, özü də gözəl bir panda tərəfindən. Panda ağacdan soruşdu. Sənin ürəyin hardadır? Mənim ürəyim sevgimdədir. Bəs sənin ürəyin hardadır? Panda bir müddət susdu. Bir xeyli düşündü. Onun ürəyi harda idi? Kimdə idi? Hansı zamanda idi? Səncə mənim ürəyim hardadır? Panda alma ağacından soruşdu. Sənin ürəyin küsdüyün yerdə, incidiyin yerdədir. Hara çıxıb getsən də, kimə üz tutsan da, yenə oradadır. Bağışlamaq sənə niyə çətindir? Alma ağacı soruşdu. Mən onlar kimi deyiləm. Mən yaxşı dostam. Əgər birini görməsəm, tez darıxaram, narahat olaram, nigaran qalaram. Öskürsə, asqırsa narahat olaram ki, xəstələnəcək. Üstünə düşərəm ki, özünü qorusun, xəstələnməsin. Dişləri, başları ağrısa, ağrısını öz ağrım kimi bilərəm. Dərdini öz dərdim kimi, yarasını öz yaram kimi, sözü olsa dinləyərəm. Demək istəməsə belə deməsini istəyərəm. Bir sir desə, heç kəsə demə desə, heç kəsə demərəm. Bir şey tapsam, onunla bölərəm. Yaxşı bir yer bilsəm, onlarla gedərəm. Oynamaq istəsəm, onları axtararam, taparam. Onları qonaq çağırarım. Varımı bölərəm, yoxdursa onu birgə axtararıq. Axtaranda da şən olaraq. Əgər sən onlar kimi deyildinsə, bəs niyə dayandın? Panda susdu. Üzünü gəldiyi tərəfə tutdu. İstəyirsən sənə bir nağıl danışım? Yaşım o yaş deyil, panda dedi. Alma ağacı güldü. Nağıl yaşa baxmır, başa baxır. Bir dəfə gecədən xeyli keçmişdi. Meşə dərin yuxuya batmışdı. Gecənin bir aləmi dovşan yuxudan oyandı. Yatağında o tərəf bu tərəfə fırlandı. Yuxusu gəlmirdi. Durub özünə çay dəmlədi. Üflü-üflü içdi. Yenidən gəlib yatağa uzandı. Gözünü tavana dikib fikrə daldı. Sonra nə düşündüsə qəfil yerindən qalxdı. Yuvasından çıxıb birbaş filin yanına yollandı. Fil də yəqin ki, gecənin bu vaxtı yatmış olardı. Dovşan çatan kimi qapını bərk-bərk döydü. Fil yuxulu-yuxulu qapını açdı. Dovşan salamsız-kəlamsız filə dedi. Mən də istəyirəm sənin kimi burnum olsun. Fil yuxulu-yuxulu dovşana baxdı. Gülmək tutdu onu.
Mən sənə xortumumu verərdim, ancaq mən xortumla su içirəm, onunla milçəkləri qovuram. Özümə ağacdan yarpaq dərirəm. Dovşan gözünü filə zillədi. Sonra tələsi, yaxşı, gecən xeyrə qalsın deyib getdi. Yolu necə gəldiyi yadında deyil. Bir də gördü ki, artıq yatağındadır. Yenə gözünü tavana zillədi. Mənim də yekə qulaqlarım olsaydı, necə maraqlı olardı. Çox şey yaxşı eşidərdim, öz-özünə düşündü. Yenə yuvadan çıxdı. Yollandı filin yanına. Dovşan gedəndən sonra fil gülümsüyüb yatmışdı. Fil yenə yuxudan oyandı. Mənə qulağını verə bilərsən? Fil qapını açan kimi bu sualı eşitdi. Axı bu qulaqlarla... Yaxşı. Dovşan sağollaşıb aradan çıxdı. Gəlib yerinə uzandı. Filin gözləri haqqında düşündü. Əgər mənim də gözüm iri olsa, çox şey görərdim. İri ayaqlarım olsaydı, hara istəsəm tez də gedərdim. Sonra dovşan öz-özünə dedi. Gör filin nə boyda ürəyi var. O hamıdan çox sevir, hamını bağışlayır. Tez əsəbləşmir, səhv eləsə üzr istəyir, hamıya kömək edir. Dovşan tez yatağından sıçradı. Bu dəfə lap tez. Yelayaq filə sarı getdi. Qapını dayanmadan tak-qataraq döyməyə başladı. Fil artıq gülə-gülə qapını açdı. Dovşan baxıb gülümsədi. İndi nə istəyirsən? Fil dedi. Mənə ürəyini verə bilərsən? Dovşan dedi. Fil düz dovşanın gözünün içinə baxdı. Deyəsən darıxırsan, keç içəri. Mənim də yuxum gəlmir. Dovşan elə bunu gözləyirmiş kimi içəri keçdi. Fil kandarda dovşana dedi. Xortum, qulaq çətindir. Ancaq ürək alma ağacı nağılı qurtardı. Pandaya baxdı. Ürək ürəkdir. Fil üçün də, dovşan üçün də. Panda dedi. Alma ağacı gülümsəndi. Nağılı pandaya nəsə vermişdi. Mən hələ sənə bağışlamaqdan danışıram. Sən hələ bunun ikincisini düşünməlisən. Bağışlamağın bir üzü də bağışlanmağı istəməkdir. Birindən üzr istəməkdir. Etdiyin səhvə görə, bir də etmədiyin səhvə görə. Ölüm hər şeyi bağışlatmasa da çox şey bağışladır. Onlar sənin dostlarındır, düşmənin deyil. Əgər bilsən ki, onlar sabah yoxdular, bugün son günləridir. Onları bağışlayarsanmı? Və ya sənin son günün. Panda susdu. Deyəsən tənha alma ağacı özünə dost tapmışdı. Onda bir şeir deyim. Alma ağacı dedi. Şeirin də yaşı yoxdur. Şeir qəlbə, ürəyə açılan yoldur. O yolda bizi dualar gözləyir. Mən çoxdandır şeir eşitmirəm. Çoxdandır dua etmirəm. Panda dedi. Duasız, şeirsiz gün mü olar? Şeir xatırlamadır. Dua ümiddir. Dua addımdır. Oyanmaq duadır. Yatmaq dua. Gəzmək dua, sevmək dua, ayrılıq şeir. Alma ağacı hiss etdi ki, sözü çox uzatdı. Üzü gün çıxana dön. Panda üzünü gün çıxan tərəfə döndərdi. Burada günəş hardan çıxır? Panda soruşdu. Alma ağacı günəşin çıxdığı yeri göstərdi. Panda biraz sol tərəfə döndü. Üzünü göyün bir küncünə tutdu. Alma ağacı biraz səssiz dua elədi. Panda pan hələ səssiz dayanmışdı. Duadan əvvəl düşündü. Həyatını gözünün qabağına gətirdi. Yenidən başlamaq üçün bir ümidə, bir dosta yanındayam, sənlənəm, sənə inanıram deyən birinə ehtiyacın olur. Alma ağacı dua elədi. Sevgidən, sevgilidən əziz nə var? Panda düşündü. Kim var? Ey səssiz, ulduzlu gecə, üstümüzdən əski olma, heç olma. Qırıq qəlblərimizi birləşdirməyə bizə kömək elə. Qırıq qəlbi necə birləşdirmək olar? Ömrümüz təmiz yollarda keçsin, keçsin və geçsin. Harda yatdıq var, ora doğmalıq gətirək. Sevək, sevilək. Harda düşmənlik var, ora dostluq gətirək. Dost olaq. Harda bir şübhə var, ora həqiqət aparaq. Yolumuz açıq olsun. Səhvə düz, zəifə güc deməyə üst tapaq. Amin. Ocağa köz, dərdlərə dərman, çarəsizə çarə tapaq. Amin. Sevmək ağır imtahandır. Asan elə, üzü ağ elə. Vermək ağır yükdür. Yüngül elə, kömək elə. Sənin sevgin görünməzdir. Görünən elə, infaq elə. Yorulmayaq, yorulmayaq. Təsəlli axtarmaq deyil, vermək üçün çalışaq. Sevilməyi gözləmədən sevə bilim. Məni anlamasalar da onları anlayım. Almağı gözləmədən verə bilim. Bağışlanmağı gözləmədən bağışlaya bilim. Sevim, anlayım, bağışlayım. Çünki həqiqi həyata verdiyimizdə, sevdiyimizdə, bağışladığımızda çata bilərik. Çünki sevsəm, anlasam, o zaman bağışlaya bilərəm. Zaman necə də ötür, hər şey necə də keçir.
Sevmək, bağışlamaq, unutmaq ən böyük azadlıqdır. Unutmaq, unutmamaq hansı azadlıqdır? Sevmək bəzən vaz keçməkdir. Sevmək bəzən bağışlamaqdır. Belə. Necə? Bax elə belə. Alma ağacı dua elədi. Susdu. Sən dua elədin? Alma ağacı pandan soruşdu. Sən dua elədin, mən də düşündüm. Panda dedi. İkisi də eyni şeydir. İkimiz də xeyir taparıq. Panda üzünü səmaya tutdu. Gecəyə bax. O mənə heç nəsiz ulduzları göstərir. Nə bir təşəkkürüm var məndən, nə bir çox sağ ol. Bir-iki gilə yağış düşdü. İstəyirsən yağış yağsın? İslanacaqsa hə. Panda bir budaqdan keçib başqa bir budaqda oturdu. Uzaqdan bir keçi gəlirdi. Panda hələ ki keçini görmürdü. Sakit dur, səs salma. Ora bax, alma ağacı dedi. Görürsən keçini? Panda uzaqdakı keçiyə baxdı. Onun uzun tükləri vardı. Rəngi də qara. Budaqlarımı silkələ, qoy yerə alma tökülsün. Panda budaqları silkələdi. Almalar töküldü. Keçi gəzə-gəzə gəlib yerdəki almaları yeməyə başladı. Almalar qurtarandan sonra birazca dayandı. Sonra çıxıb getdi. Bu keçi illərdir almalarım yetişəndə bura gəlir, yeyib gedir. Nə qədər ki alma var, ta qurtarana qədər gəlib yeyib gedəcək. Mən almalarımı həm də bu keçi üçün yetişdirirəm. İllərdir mən və külək bu qara keçinin, bu tənha keçinin qayğısına qalırıq. O isə bunu bilmir. Keçi gəlir, yeyir, keçir gedir. Amma mən özüm vermək üçün yaşayıram. Mənim üçün həmişə vaxt azdır. Çalışıram az yatım, çox çalışım. Həmişə fikirləşirəm ki, vaxt gedir. Mən isə hələ heç nə etməmişəm. Sən vaxt azdır deyəndə payızı deyirsən, həm də payızı. Qış yuxusuna nə vaxt gedəcəksən? Meyvələrimi, yarpaqlarımı, nəfəsimi, istiliyimi verib qurtaran kimi. Sonra baharı həsrətlə gözləyib yenidən sevgi ilə oyanacam. Deyəcəm ki, nə deyəcəksən? Xoş gəldin bahar. O da deyəcək, xoş gəldin ağac. Sən oyananda mən sənin yanında olacam. Ağac deyəcəm, xoş gəldin deyəcəm. Keçi uzaqlaşdı. Gözdən itib getdi. Panda mürgü vururdu. Alma ağacı susurdu. Panda yuxuya getdi. Əvvəl kiçik ulduzlar, sonra böyük ulduzlar söndü. Dan ulduzu da gözdən itdi. Gecənin nəbzi durdu. Panda yuxudan ayıldı. Günəş hələ üfüqdən təzə boylanmışdı. Artıq onun üçün getmək vaxtı idi. Panda budaqdan dolana-dolana düşdü. Ayağını budaqlara ehtiyatla, yoxlaya-yoxlaya qoyurdu. İlk dəfə idi o bir ağacda gecələmişdi. Alma ağacını qucaqladı, öpdü. Birinci dəfə idi ki, bir ağacı öpürdü. Heç nə demədən çıxıb gedərkən, gözlə. Alma ağacı pandaya sonuncu dəfə almamdan birini götür ye, toxumlarını özünlə apar dedi. Mən səni sevdiyim kimi, mənim almalarım, onların içindəki toxumlar da səni sevəcək. Bir toxumun içində bir ağac, bir ağacın içində minlərlə toxum var. O toxumlar qabığını qıracaq və səni sevən minlərlə ağaclar bitəcək. Unutma ki, sən qabığını qıran bir toxumsan. Sən özünü sevməsən, öz dəyərini azaltsan, tək özünü deyil, bütün pandaların dəyərini azaldarsan. Əgər özünün dəyərsiz olduğunu düşünürsənsə, onda deməli sənin sözlərin, həyatın, xəyalların da dəyərsizdir. Axı sən bütünlüklə dəyərsiz ola bilməzsən, pan üzünü yuxarıya tutub susurdu. Get, azad ol, bağışlama yolunu tut. Bağışlamaq sənə aid bir şey deyil, o başqalarınındır. Onlara sevərək bir borc kimi qaytar. Özünü incidilməkdən qoru. Qoru ki, sənin incinməyinə üzülən biri var. Eyni ilə soyuqdan xəstələnməmək kimi. Eşidəndə ki, sən xəstələnmirsən, biri narahat olacaq. Sən dünyanın harasında olursansa ol, kiminlə olursansa ol, onun ürəyi səninlə olacaq. Ona desələr ki, sənə bir şey olub, o sənin üçün narahat olacaq. Sənin üçün darıxacam, panda dedi. Darıxacamdan sonra alma ağacı da dedi. Darıxanda ürək adı da dilə gətirmək istəyir. Alma ağacı, tənha alma ağacı sanki pandan ayrılmaq istəmirdi. Ayrılığı söhbətlə gecikdirirdi. Pandaya dedi, əgər darıxsan, dur gəl yanıma. Gələrsən, günəşin çıxmağına birgə baxarıq. Mən səni dinləyərəm, sən gülsən, sən güləndə mən xoşbəxt olacam. Əgər darıxsan, dur gəl yanıma. Axı sən yeriyən, gəzən varlıqsan. Yadında saxla ki, darıxanda hara getməlisən. Kimin yanında olmalısan, kiminlə danışmalısan. Və mən səni həmişə burada, olduğum yerdə gözləyəcəm. Məni harda qoyub gedəcəksən, orada qalacam. Sənin getməyini deyil, qayıtmağını düşünəcəm. Sənin üçün indidən darıxıram. Salamat qal. Bundan sonra mən sənin yanına tez-tez gələcəm. Gedim, indi bağışlanacaq çox işim var.
Özünə yaxşı bax, mənim pandam. Sən gedəndən sonra mən səni düşünəcəm. Düşünəcəm ki, sən ordasan, yerin, yurdun salamatdır. İncinmirsən, küsmürsən, bağışlamağı da bacarırsan. İstədiklərin, arzuların bir-bir həyata keçir. Günün xeyirlə, deyib gülməklə, şənli-şünlü keçir. Mən də bunları düşünüb sükuta dalacam. Ancaq qara keçi gəlib gedəndə oyanacam. Sonra payızda yarpaqlarım töküləcək, budaqlarım quruyacaq, səni düşünəcəm. Sənin üçün dualar edəcəm. Beləcə gözümü yumub birinci yuxumu tamamlayacam. Sağ ol alma ağacı. Nə yaxşı ki sən varsan. Yolun açıq olsun Pan. Xoş gəldin balaca dostum. Gün batdı. Hava qaraldı. Panda eləcə gedirdi. Hara getdiyini bilmirdi. Ay çıxdı. Rəngi qırmızı idi. Saraldı. Sonra yavaş-yavaş gözdən itdi. Ulduzlar seyrək-seyrək çıxmağa başladılar. Çıxdılar. Göy üzünü doldurdular. Bəzi gecələr uzaqdan ulaşma səsləri gəlirdi. Pandanın bu səsdən xoşu gəlirdi. Gecədən xeyli keçmişdi. Buludlar göyü tutdu. Hər yer qaranlıqlaşdı. Panda meşədə azdı. Külək də möhkəm əsdi. Sonra dayandı. Qarşıda bambuq bataqlığı vardı. Bataqlıq qorxulu yerdi. Səni özünə çəkir. Bir dəfə Panda Puyi bu bataqlıqda batmışdı. Çox qorxulu hadisə idi. Bir neçə gün idi ki, Panda gözə dəymirdi. Tülkü elə bilirdi ki, Panda ayının yanındadır. Ayı elə bilirdi ki, Panda canavarın yanındadır. Canavar elə bilirdi ki, Panda dələnin yanındadır. Ancaq bu sanmalar, bu gümanlar çox çəkmədi. Çünki Panda heç yanında yox idi. Bugün Panı görən olub, hamı bir-birindən soruşdu. Heç kəs görməmişdi. Dünən də heç kəs görməmişdi. Demək 2 gün idi ki, Pandadan xəbər yox idi. Hamı narahat oldu. Tezcələ bütün meşənin heyvanları ilə bir yerə yığışdılar. Əziz dostlar, dünəndən Pan gözə dəymir. Mütləq onu tapmalıyıq. Möhkəm külək əsəndən bəri heç kəs onu görməyib. Ola bilər hardasa ilişib qalıb ya da azıb. Ola bilər üstünə ağac aşıb. Biz onu təcili tapmalıyıq. Pandanı bir neçə gün əvvəl aşan ağacın yanından keçəndə görmüşəm. Üstünə ağac aşmayıb, tülkü dedi. Getdik axtarmağa. Bütün meşə dayanmadan, durmadan gecəni növbələşə axtardılar. Yoruldular. Azca axtardılar. Çoxca axtardılar. Hamının ürəyi narahat idi, nigaran idi. Ümidləri bu idi ki, Panda hardadısa özü tezliklə çıxıb gələcək. Meşəni Panda səsi bürümüşdü. Heç bir tərəfdən cavab gəlmirdi. Hara gəldi soxulurdular. Ağaclara, kollara, tikanlara, bəzilərinə batıb cızmışdı. Birinci gecəni belə keçirdilər. İkinci gecə daha uzaqlara baxdılar. Dərələrə, bərələrə, küləyin aşırtdığı ağacların yanına, burun tərəfinə, uçurum tərəfə, amma tapmadılar. Hətta alma ağacının yanından da gəlib keçdilər. Gecə yoruldum demədən əllərində məşəllə yuxuluya Panı axtardılar. Bəzilərinin panda deyə haraylamaqdan səsləri batmışdı. Panın itirməyindən ən çox tülkü narahat idi. Qorxurdu ki, birdən azıb qorxulu meşəyə gedər. Vay, iraq olsun. Kaş Pan onun yanından keçəndə onu dilə tutaydı, danışdıraydı. Dalınca düşəydi, gözdən itməyə qoymazdı. Tülkü canavara arxayın idi. Ürəyində deyirdi ki, tezliklə canavar onu tapacaq. Tülkü ilə canavar Pandanı birgə axtarırdı. Hər ikisi axtara söhbət edirdilər. Pana axır vaxtlar nəsə olub, canavar soruşdu. Bəzən həyatda başına elə hadisələr gəlir ki, umacağın o yöndə olur. Hər gülün iyi sənə xoş gəlmirsə, hər su şirin deyilsə, ağaca çıxanda ayağının altındakı budaq qırılırsa, daha ehtiyatlı olursan. Panda elə biridir. Özü həm də bir müddət tək böyüyüb. Əşi, hansımız tək olmamışıq ki? Hər kəsə eyni cür təsir etmir. Birinə isti gələn, birinə soyuq gəlir. Birinə şirin gələn, birinə acı gəlir. Hərəmiz bir cürü. Bildimi? Nəsə olub. Düzü qoyub düzdən danışırsan. Nəsə olub deyəndə ki, keçən dəfə biz dostlarla yığışıb səhər o başdan günün çıxmağına baxmağa getmişdi. Pandayı deməmişdi. Panda bunu sonra bildi. Bizdən incidi. Yadınızdan çıxıb ona demək, canavar bir ümidlə soruşdu. Səncə o belə şeydən inciyər? Panı deyirəm. Puyi, Ayo inciməz. Bilirsən, Pan hamımızdan təklikdə soruşub ki, mənə niyə deməmsiz gələndə? Hamı da deyib ki, yadımıza düşməmsən. O da bir-bir sadalayıb ki, niyə tülkü, ayı, dovşan, panda, ayo, panda puyi, panda panda ilo yadınıza düşüb? Mən düşməmişəm.
Deməli, mən sizin üçün önəmli deyiləm. Mən olmasam da olar. Yerim görsənməyib. Gecə bitirdi. Sübh açılırdı. Meşədəklərin çoxu yorulub əldən düşmüşdü. Vaxt ümidlərini söndürürdü. Ümid burada, inkar burada işə yarayırdı. Heç kim ağlından pis şey keçirmək istəmirdi. Bəziləri ürəklərində Pana qarşı diqqətli olacaqlarına söz verirdilər. Qorxursan? Tülkü canavardan soruşdu. Nədən? Canavar dedi. Məni bilirsən də, mən qorxan deyiləm. Pandan. Tülkü biraz kəkələyə-kəkələyə dedi. Bilmirəm. Canavar dedi. Tülkü uzaqdakı təpəni canavara göstərib dedi. Bambam təpəyə qalxmalısan. Sən iz bilənsən, yol bilənsən. Bir qalxıb təpəyə bax. Bax gör Pan ordadırmı? Bizə ordadır de. Başqa heç nə demə. Gördüm de, ordadır de. Canavar üzü təpəyə sarı sürətlə qaçdı. Günəş təpəyə canavardan qabaq qalxmışdı. Canavar günəşdə qara kölgə kimi görsənirdi. Biraz dayandı. Sonra ulamağa başladı. Bu bir işarə idi. Hamı bir-bir təpəyə doğru qalxmağa başladı. Tülkü, ayı, dovşan, dələ, qunduz, sincab və başqa heyvanlar, meşədəkilər, bütün pandalar. Bütün heyvanlar yığışıb təpədə dayanmışdılar. Panda düzənlikdə bitən bir dağdağan ağacının kölgəliyində uzanıb yatmışdı. Onun başına yığışdılar. Pandanın tapılmağına ən çox tülkü sevindi. Ancaq heç kəs səs-küy salmadı. Düzənlikdə gedib gəlməkdən bir cığır yaranmışdı. Yavaş-yavaş səs-küy artırdı. Pan səs-küyə ayıldı. Yarı açıq, yarı qapalı gözü uzandığı yerdən gördü ki, bütün onu sevməyənlər ətrafındadır. Düzənlikdə gedib gəlməkdən bir cığır yaranmışdı. Bu cığır tənha alma ağacına tərəf gedirdi.